Paris 2024 Yay Olimpiya oyunlarında yarışların media rəhbəri vəzifəsini yerinə yetirən həm yerlimiz Kamran Talıbovdur. Handbol, ağırlıq qaldırma, voleybol və stolüstü tennis yarışlarının keçirildiyi Paris Export de Versailles'də fəaliyyət göstərən Kamran bəy Sibsi Sporta müsahibəsində Olimpiya oyunlarındakı işi barədə məlumat verib. Burada ümumilikdə 4 idman yarışlarına ev sahibliyi edirik. Handbol, ağırlıq qaldırma, stolüstü tennis və voleybol yarışlarıdır. İşlədiyim komandanın içərisində əvvəl işlədiyim şəxslər çoxdur, digər beynəlxalq yarışlarda və demək olar bütün komandanı tanıyırıq. Yeni komanda üzvlərimiz var. Burada arenada bir çox belə deyək də millətlərdən, bir çox dövlətlərdən olan nümayəndələr var. Ümumilikdə burada təxminən biz 25 nəfərlik komandadır və 100-dən çox könüllüdür bizimlə bir yerdə sırf media əməliyyatlarını idarə edirik. Bundan əvvəl 2021-ci ildə Tokyoda keçirilən Olimpiya oyunlarında da çalışan həm yerlimiz iki yarış arasındakı fərqlərdən də bəhs edib. Əsas fərqli cəhət tamaşaçıların olmasıdır. İkinci fərqli cəhət ondan ibarətdir ki, Tokyo bir qədər uzaq idi bir çox adam üçün. Belə deyək, ümumi iştirak baxımından bir qədər say az idi. Orada əməliyyatlar nisbətən bura ilə müqayisədə daha rahat idi. Çünki orada həm bir idman növü idi, həm tamaşaçılarla qarışma falan digər məsələlər yox idi və jurnalistlərin sayı nisbətən az idi pandemiya dövrü olduğuna görə. Burada arena çoxdur, jurnalistlər çoxdur, tamaşaçı çoxdur, Avropanın mərkəzidir. Bu baxımdan bir-birindən fərqlənir. Cüdo üzrə Olimpiya çempionumuz Zelim Koçsoyevin mətbuat konfransını idarə edən Kamran bəy həmin andakı hisslərindən də danışıb. Həmin gün orada işləyən digər komanda yoldaşlarımıza kömək üçün getmişdim. Həmçinin Zelimə dəstək üçün getmişdim. Lakin orada mətbuat konfransında onlar məni görəndə orada mətbuat konfransını idarə etməli olan şəxs əslində başqa bir adam idi. O məni görən kimi dedi ki, bugün sizin gününüzdür, bugün Azərbaycanın günüdür. Gəl mətbuat konfransını sən özün idarə elə. Və çox xoş oldu mənə. Həm açığı hazır idim ona. Çünki artıq burada dəfələrlə mətbuat konfransı idarə eləmişik. Amma orada Zelimin olmağı və mənim bu belə deyək də Paris 2024 tərəfdən olmağım xüsusi qürur verici bir an idi. Azərbaycan Olimpiya evində də olan Kamran Talıbov orada diqqətini çəkən məqamlara toxunub. Ən diqqət çəkən məqamlardan biri əslində onların bu idmançıların qələbələrlə necə sevinmələri və eyni zamanda burada işləyən əməkdaşların hər dəfə yeni əməkdaşları gördükcə necə fəxr hissi keçirtmələri və eyni zamanda ümumilikdə atmosfer çox yaxşı idi hər tərəfli. Həm nəticələr baxımından, həm bizim belə deyək də əməkdaşların burada iştirakı baxımından. Qeyd edək ki, Kamran Talıbov Tokyo 2020-də ağırlıq qaldırma yarışlarının media rəhbəri vəzifəsində çalışıb.